İstənilən fəsil, istənilən yerdə, istənilən an yeyilən məhz o ləzzətli quymaq. Mayonez yağından əlavə eləyirəm tavaya. Çalışın tavamız biraz qalın çuxun tava olsun ki, quymaq qəşəng qazmağını çıxartsın. Mən 200 qram kərə yağına 1 stəkan yarım un əlavə eləyirəm. Orta atəşdə unu qovururam yağla. Baxın, unu qovururam dedikdə un rəngini biraz dəyişməlidir. Gördünüz ki, belə ürək kimi döyünür un. Biraz sarı kök əlavə edirsiniz, bir qədər duz və litr yarım adi ilıq su əlavə edirsiniz. Tez-tez qarışdırın ki, topaqlar qalmasın və qazın kodunu yüksəldin. 35 dəqiqəyə dibi qazmaq tutana kimi quymağınız hazırdır. Süfrəyə təqdim etdikdə darçınla şəkər tozunu kənarda qarışdırırsınız və salam. Quymağın ləzzətli bişməsi onun altının qazmağından asılıdır. Əgər qazmaq tutubsa və bu səsi çıxardırsa, demək ki, ləzzətli quymaq bişirmisiniz.